Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunur. Lisenziyanın verilməsi üçün tələb olunan sənədlər. Tibb fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğunluğunu təsdiq edən sənəd. Tibbi xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti. 5 il müddətində praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surəti. Fəaliyyət obyektlə bağlı olduğundan hər bir obyekt üzrə ərzəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti. Obyektin qeyri-yaşayış sahəsi olmasına dair müvafiq çıxarışın surəti. Daha sonra Səhiyyə Nazirliyinin rəyi alınır. Sənədlər tam və düzgün təqdim edildikdə, aidiyyatı orqanların rəyləri müsbət olduqda, dövlət rüsumu ödənildikdən sonra lisenziya təqdim olunur.